Salam hörmətli izləyicilərim. Gəlmişəm bu gün də Zahir Bacıoğlu'nun dəvəti ilə Göygöl rayonunun bir dağ yerinə, gözəl bir mənzərəli yerə bir fikir verin. Dağa baxın, kəpəzə baxın, kəpəzlə üzbəüz. Yuxarı dağlar da nə gözəl görsənir. Sağ olsun, etibar göstərir, etimad edib çağırıbdır Bacıoğlu. Onun sağlana qismət təzə ev var, ev yeri var, obyekti var. Orada su axtarışı eləmək üçün dəvət elədi. Mən də məmnuniyyətlə razı oldum. Həm də ona görə ki, Bacıoğlu həmişə mənim canlı efirimə qoşulur, mənim səhifələrimi izləyir və bəyənir. Sağ olsun. Mən də sizin iştirakınızla onun ərazisində su axtarışı eləmək qərarına gəldim. Düzdür. Mən suyu axtarmışam, tapmışam həmişəki kimi. Əvvəlcədən ki, çəkiliş çox vaxt aparmasın, axtarış çox vaxt aparmasın. Bax, indi necə axtardım, onu göstərirəm. Mən ərazidə duraraq biolokatoru qaldırdım yuxarı, görürsünüz, biolokator istiqamət verdi. Bu tərəfə döndü və mən biolokatorun göstərdiyi istiqamətə hərəkət elədim, fırlandım və gəldim. Fikir verirsiniz. Bax, bu əraziyə gələndə biolokator mənim qarşımı kəsdi. Biolokator burada mənim qarşımı kəsdiyinə görə, deməli, yeraltı su buradadır. Zahir Bacıoğlu'nun təsərrüfatı üçün, obyekti üçün, evi üçün lazım olan axtardığı su xətti, yeraltı damar, deməli, buradan keçir. Buradadır. Onun da yerini müəyyən eləmişik. Qazmaq üçün fikir verirsiniz, dairədə çəkmişik. Əllə qazması məsləhətdir. Birincisi dağ yeridir. Dağ yerində suların maşınla qazılanda itmə ehtimalı var. Həm də ki 23 metr dərinliyini yoxladım. Cəmsi 23 metr dərinlikdədir. Ona görə də əllə qazması lazımdır, yaxşıdır. Həm də əllə qazılmış quyuların sonraki müddətdə içini təmizlənməsidir, su axarının təmizlənməsidir və s. Bu da çox asan başa gəlir, çox maddi ziyan eləmir adama. Allah xeyir eləsin, suyumuz azalmasın. Sağ olun. Bir daha təşəkkür edirəm dəvət elədiyiniz üçün. Xeyirli olsun, uğurlu olsun, düşərli olsun. Sağ olun, biz də sizə İnşallah təşəkkür edirik. suyumuzu da çıxardarsınız, gəlib bir suyumuzdan içərik. Sağ olun.